Bayram tətilində əmisi ilə qonaq gedən qadın dəm qazından ölüb. Hadisə Tovuzda olub. Tətildə əmisi ilə qonaq gedən Bakı şəhər sakini 42 yaşlı Kəmalə Əmrahova dəm qazının qurbanı olub. Yaxınlarının bildirdiklərinə görə ixtisasca həkim olan qadın hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyidi müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Gelmişti bize. O insan oruçtan bir xanım idi. Prosta girdi hamama bilməmişik. Başını yumaya bilmədikdə dəm qazı, mən nə bilim nə olan şeydi. Yoldaşım dedi, gəlib bir yarım saat 5 dəqiqə oturub söhbət eləmədi. Yarım saat dedi, nə gecəydi. Yoldaşı dalına gedəndə görüb hamamda yıxıldı. Hamamda yıkıldı, skor zat çağırdık. Skor götürdü, getirdi Balensiya.